Bəzən bir film təkcə ekran işi deyil, bir xalqın yaddaşından, bir insanın həsrətindən bəhs edərək milyonların taleyini göstərən tarixin bir parçası ola bilir. Doğma Torpaq filmi də məhz belə bir həsrət hekayəsindən bəhs edir. 5 ildən artıq bir müddətə ərsəyə gələn film Nəriman Film tərəfindən hazırlanıb və arxasında mindən çox insanın əməyi dayanır. Filmin qurucusu rejissoru tanınmış kinoxadim İlqar Səfaddır. Bu ekran işi sadəcə keçmişi xatırlatmır, həm də bu günə və sabaha tutulan güzgü kimi önümüzə çıxır. Filmdə Azərbaycanın yaxın tarixinin 3 önəmli mərhələsi, indiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, 1-ci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və ordumuzun 44 günlük vətən müharibəsində şanlı qələbəsi əksini tapıb. Doğma Torpaq filminin çəkilişi 5 ildən artıq bir zamanı əhatə edir. Bu, həm tarixi faktlar baxımından, həm də xronometraja görə də böyük filmdir. Filmdə mindən artıq adam çəkilib. Əsər özündə 40 ildən artıq bir zaman kəsiyini ehtiva edir. Biz Azərbaycanlıların Qafqazdan köçürülməsini, Xocalı soyqırımını, 80-ci illərdə Daşnaksutyun Partiyasının tarixini göstəririk. Film Azərbaycanın 2-ci Qarabağ müharibəsində qələbəsi ilə yekunlaşır. Ekran işində Rüstəm Cəbrailov və Alina Varansova kimi mükəmməl aktyorlar oynayır. Bizim üçün çox məsuliyyətli iş oldu. Müharibəyə həsr olunduğu üçün kütləvi səhnələr çox olduğundan çox məsuliyyətli proses idi. Biz də bu filmə çox məsuliyyətlə yanaşmışıq. Onlar Londondan gələn jurnalistlərdir. Bəbirlər haqqında filmlər çəkilir. Filmin təqdimat gecəsində səhnəyə çıxan xalq artisti Hacı İsmailov həm aktyor heyətinin üzvü, həm də bu torpaqlar uğrunda ruhən savaşan biri kimi fikirlərini bölüşdü. Mən çox sevinirəm ki, bu filmdə çəkilmişəm və filmdə çəkilməyimin əsas səbəblərindən biri elə filmin adı olub. Çünki torpaq, vətən müqəddəs bir məhkumdur. Hospitalın rəisini mən çəkilmişəm həmin rola. Amma çox mənə böyük ləzzət elədi ki, 90-cı illərdə, 80-70-ci illərdə Azərbaycan Film Kinostudiyasında çəkilən o filmlərin mən əhval-ruhiyyəsini hiss elədim. Təki bu filmimiz sözün əsl mənasında uğurlu olsun. Çünki torpaq, vətən hamımız üçün müqəddəsdir. Gəzidə iştirak edən tanınmış bloger Kamran Razmavar isə filmin bugünkü nəslə verdiyi mesajın gücünü vurğuladı. Gəlmişəm bu gözəl filmin təqdimatına. Ümidvaram ki, hamının xoşuna gələr və istərdim ki, Azərbaycanda belə filmlər daha çox çəkilsin. Hər il heç olmasa 4-5 film işıq üzü görsün və həm doğma dilimizdə, həm rus, həm ingilis, həm başqa dillərdə də bu filmlər çəkilsin, tək tərcümə olunmasın və bütün dünya görsün və eşitsin bizim 30 ilin fəryadımızı. Ən maraqlı detallardan biri isə filmdə iştirak edən hərbçi Məmmədov Rafiqin hekayəsidir. O erməni dilini bildiyi üçün bu layihəyə dəvət alıb. Müsahibənin sonunda o düşmənə onların dilində dedi: Qarabağ Azərbaycandır. Erməni dil bildiyim üçün mən bu kinoya İlqar müəllim dəvət elədi. Yəni kömək məqsədi ilə bu kaskadyorları, erməni rol oynayan kaskadyorları biz öyrədirdim erməni dili və onlar rolda erməncə danışırlar. Erməniyə həmişə nifrət olubdu. 5 dənə də müharibə keçmişəm. Afqanistan, 1-ci Qarabağ, aprel, 44 gün və antiterror. O rolu kinonun maraqlı olduğum üçün biraz o rolda oynadım. Qarabağın merinə, Azərbaycanına. Filmdə bizi təsirləndirən bir başqa obraz da İbrahim Laçınındır. Cəmi 11 yaşı olanda bu filmdə anasından ayrılmış bir uşaq rolunu canlandırıb. Çəkiliş prosesi çox çətin olsa da maraqlı keçib. Kinoda mənim rolum kiçik Azərbaycanlı bir övlad idi. Fikirdə çatdırılmaq istəyən şey o idi ki, ananı baladan ayrılırlar. Orada ki, mənə işgəncələr falan verilir. Belə çox çətin idi çəkiliş vaxtı, çox soyuq idi. I hope he's still alive. He has saved my life. Baş verən bütün tarixi faciələrin filmdə yenidən canlandırılması o dövrü görməyənlər üçün yaxşı bir vəsaitdir. Filmdə tez-tez xatırladılan Bəbir xalqımızın milli dəyərinin və cəsarətinin simvoludur. Doğma torpaq sadəcə film deyil, yurt həsrəti, ana fəryadı, igidlik, dirəniş və ümidin simvoludur. Bu ekran işi yaddaşımıza nəinki keçmişi xatırladır, həm də gələcək nəsillərə satacaq mesajlar verir. Torpaq yalnız yaşadığımız yer deyil, sahib olduğumuz dəyərdir. Bizim doğma torpaq çox gözəldir.